Banklar artıq demək olar ki, 2000 manatdan, 3000 manatdan çox kartdan karta əməliyyatları komissiyasız həyata keçirirlər. Azalma hələlikdə ciddi risklər formalaşdırmır. 2025-ci ilin sonuncu rübü ilə müqayisədə 2026-cı ilin birinci rübündə ölkə daxili nağdsız əməliyyatların həcmi 500 milyon manat azalıb. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, bu dövrdə həmçinin ölkə daxili elektron ticarət əməliyyatları 500 milyon manat, debet kartları ilə əməliyyatlar 1,1 milyard manat, kredit kartları üzrə əməliyyatlar 74 milyon manat azalıb. Hesabat dövründə eyni zamanda internet bankçılığının həcmi 12,1 milyard manat, mobil bankçılıq isə 1,7 milyard manat azalıb. Maraqlıdır, azalma nə ilə bağlıdır? Proses bundan sonra da davam edə bilər? Banklar artıq demək olar ki, 2000 manatdan, 3000 manatdan çox kartdan karta əməliyyatları komissiyasız həyata keçirirlər. Əvvəllər isə müxtəlif banklarda hətta 20 min, 30 min manat məbləği rahat vətəndaşlar öz aralarında kartdan karta ata bilirdilər komissiyasız. Amma burada nəzarətin sərtləşməsi, xüsusən kartdan karta əməliyyatlar üzərində komissiyasız məbləğlərin məhdudlaşdırılması bu nağdsız dövriyyəyə təsir eləyib. Xalid Kərimli deyir ki, həmçinin bankların keşbək kimi stimullaşdırıcı tədbirlərin məhdudlaşdırmaları da əməliyyatların azalmasına gətirib çıxarıb. Ekspert onda bildirir ki, sözgedən dövrdə nağdsız əməliyyatlara həmçinin mövsümi amillər təsir edir. Belə ki, belə əməliyyatlar adətən ilin son rübündə digər dövrlərlə müqayisədə daha çox olur. Ənənəvi olaraq şirkətlərin xərclərini əsasən ilin sonunda həyata keçirmələri nağdsız əməliyyatların dövriyyəsinə təsir edir. Bu baxımdan iqtisadçı Rəşad Həsənov azalmanın texniki xarakterli olduğunu vurğulayır. Bu isə o deməkdir ki, azalma hələlikdə ciddi risklər formalaşdırmır. Gələcəkdə bu prosesin izlənməsi, təbii ki, eyni zamanda nəticələrin də hansı istiqamətdə dinamika nümayiş etdirməsi iqtisadi proseslərdən, əhalinin alıcılıq gücündən, qiymətlər dəyişməsindən, elektron ticarətin inkişaf meyllərindən və irəliyə sürdüyü üstünlüklərdən, qiymət adekvatlığından asılı olaraq daha çox artan istiqamətli olacağı ilə bağlı proqnozlaşdırma aparmaq mümkündür. Bununla belə 2026-cı ilin yanvar-mart aylarında rüblük müqayisədə nağdsız ödənişlə bağlı infrastrukturda artım qeydə alınıb. Belə ki, bu dövrdə post terminalların sayı 171 ədəd, bankomatların sayı 14 ədəd, kartların sayı isə 400 min ədəd artıb.